tanıdığımız yəni bilirik ki, kənd yeridir, rayon yeridir, bir nəfər var. Azərbaycanlıdır. Yəni o bu kənddə böyüyüb, bu yerdə böyüyüb, Azərbaycanda böyüyüb. Lakin onun Allaha şərik qoşduğunu görürük. Eşidirik ki, ondan şirk zahir olur. Lakin onun müsəlman olduğunu və yaxud da la ilahe illallah deyəni heç vaxt eşitməmişik. Elə tanımırıq o adamı. Özünü İslam'a nisbət edib etmədiyini də bilmirik. Lakin şirk etdiyini görürük. Bu adamın hökmü nədir? Yəni buna necə müamilə olunmalıdır? Elhamdülillah bilirsiniz. Şərt deyil ki, hamısından eşidəsən şəhadəti. O demək deyil, sənin yanından keçməyəcək. Əşhədu an la ilahe illallah, əşhədu ənə Rasulullah deməli, sən müsəlmansan. Kimdir? Sən müsəlman deyilsən. Belə məsələlərə ümumən yanaşılır. Ümumən biz bilirik ki, Şeyxülislam da toxunur məsələyə. Necə təyin eləmək olur? Necə təyin eləmək olur ki, adam müsəlmandır. Məsələn, yaşadığı yerdə kifayət eləyir. Yaşadığı yerdə. Və ya məsələn, özü nəsə desə. Və ya əgər eşitməmişsən valideynlərinə və ya valideynlərinin birinə. Və ya məsələn, tutaq ki, insandır, ölüb. Gəlmişsiniz yolda baxırsınız, bilmirsiniz, müsəlmandır yoxsa yox. Əgər müsəlman ölkəsinə yaxındırsa, o hökmü verə bilərsən ona. Ümumən belə məsələlər, yəni demək istəyirəm ki, ümumən yanaşılır, ümumən. Və bir məsələ var da qayda, yəqinlik. Şübhənlə aradan gelmir, zənnlə aradan gelmir. Yəqinliyi gərək yəqinlik aparaq. Məsələn, biz əgər müsəlmanlar yaşayan toplumdursa, çoxluq, ora müsəlman hökmü veririk. Lakin birdən nəsə olsa, yəqin olsaq, ondan sonra müsəlman hökmü vermirik. O ki, qaldı şirkin, yəni. İnsan müsəlman ola bilsin, İslamda qalsın, şirk eləsin və ya İslamda qalsın, küfür eləsin. O demək deyil, o dərhal çıxır. Bəli, küfürdür, şirkdir və s. Bunlar ən böyük günahlardandır, İslamdan çıxarda bilir. Lakin müəyyən adamı çıxartmaq üçün bəyandan sonra olur. Ona hüccət çatır, bəyan olunur ondan sonra. Yoxsa ondan qabaq müşrik hökm verməyi və s. Kimlər eləyib, onların dəlilləri qəribədir, yoxdur əslində. İctihad da sadəcə bəzi alimlər deyil. Qəribə rəydir bu. Çünki əgər elə yanaşsaq, elə bir firqə yoxdur ki, şirk olmasın sələflərdən başqa. Onu biz Allahın Müslümanı təkfir eləməliyik. Aydındır. Allahın isim və sifətlərində, məsələn, firqələr var, əşarilər, maturidlər, mu'təzillər və s. Onda əhlüsün olan hamısı təkfir eləməlidir. Lakin təkfir eləməyiblər. Baxmayaraq küfür və şirk nə qədərdir hər bir firqədə və ya sufiləri götürür. Biraz ehtiyatlı olmalı. O ümumi sözlərdən çəkinin. O var xavariclərdə. Belə ümumi sözləri atırlar. İndi qardaşlar da, sıralı qardaşlar olmuşsa ayıra bilməsinlər. Deyirlər, hani doğrudan elə bilirlər ki, bir dənə məsələ budur, şirk budur bir dənə. O da şirk var, o da küfür var. Lakin buna baxmayaraq, bidətçilər götürür şirklə nə qədər şirk var, nə qədər küfürlər var. Lakin əhlüsünnə onlar təkfir eləməyib. Ümumən hətta xüsusən də təkfir eləməyiblər. Gəlib ayrıca başlamayıblar təkfir ofis açmaq. Bir gətirib, təkfir, sən kafirsən bura, sən sağa, sən sola. Hələ şey olmuyor, biz sələflərdən görməmişik belə şey. Aydındır. Bəli, insan kafir ola bilər, müşrik ola bilər. Lakin sələf mənhəcinə uyğun, qaydalarına uyğun. Amma sən heç nədən gəl götür. Deyinə belə, onda bəs, onda sənə lazımdır ki, o işlərdə onu təkfir edirsən. Yox, bu qapını açmaq düzgün deyil. Xüsusən sıralı adamlar bu məsələyə girişməsinlər. Həmçinin sualın sonunda belə bir şey yazılır ki, yəni onunla necə müamilə etməli? Onunla müamilə müsəlmandırsa müsəlman, kafirdirsə kafir. İndi var belə fikir, qəribə fikirdir bu, qəribə fikir. İndi bu fikirləri yayırlar. Bəzi alimlər, hətta müasirlərdən Saudiyada deyiblər belə, gör ki, kim şirkdir, müşrikdir, onunla müşrik müamilə verirsən, axirətdə isə imtihan yox. Əgər bu dünyada müşrikdirsə, axirətdə nə olur, müşrik olmur, imtihan necə olacaq? Qəribə rəydir. Qəribə rəydir, yox. Ona dəlil yoxdur. Aydındır, iştihaddır bəzi alimləri. Həmçinin sual vermək istəyir ki, deməli, bu insan deyil, mən tanımıram da, hər hansısa bir insan, ondan şirk zahir olur. Sonra soruşur ki, necə müamilə edin? Olmazmı ki, müamilə etməmişdən qabaq soruşsun özündən? Yox, biz hələ deyirlər. O qapını da açmaq istəmirik. Soruşacaq olub, bizim avamda deyəcək belə, qutardı, mən hökm vermişəm. Biri deyir, atam kafirdir. Nəyə görə? Mən hüccət qaldırdım ona. Bu məsələ düzgün deyil, xüsusən sıralı adamlar toxunmaqlı məsələyə. Ona görə Şeyx Fozan deyir ki, təkfir məsələlərində hətta elm tələbələrinə müraciət etmək düzgün deyil. Alimlərə müraciət etmək lazımdır. Bu qapını açsaq, ham başlayıb bir-birini təkfir etmək. Necə xavariclər özləri düşürlər bu bəlaya. Onlar bir-birlərini təkfir edirlər. Bunlar oturur o tərəfdə deyir kafir. O birilər də o bir tərəfdəkilər deyir kafir. Çünki elə yanılır ki, şeytan da onlara belə alır. Kafir deyəndə ləzzət alır. Həmçinin imanını təzələyir və həmçinin deyir ki, Allaha belə yaxınlaşıram, ləzzət verir. Yəni təkfir eləməsə darıxır. O da təkfir ediblər və təkfiri dinin ən əsas məsələsinə qaldırıblar, yüksəldiblər. Təkfir eləməyəndə darıxırlar. Və şübhələnirlər ki, bir nəsə az təkfir elədim mən. 5-6 nəfəri. Sansı 30-40 nəfər təkfir eləyim, ləzzət alım. Bu çoxsu da hələ adamların xəstədirlər. Psixoloji xəstəlikdir. Şeyx Allah razı olsun. Yenə də deyəcəklər siz xavariclərdən, təkfirdən çox danışdınız. Halbuki siz də demişdiniz ki, hələ az danışırsınız. Yenə toxunuz o məsələlərə. Bunun dəvətçiləri var şeyx. Hansı ki deyirlər ki, bir səsində deyir ki, şirk qoşdu, nə müsəlman. Digər səsdə deyir ki, bəs bütün firqələr qardaş olmalıyıq. Bunu dəvət edənlər var. Bunlara qarşı bizim mövqeyimiz. Bilirsiniz, o Əlixan da onun kimilərdir. Bilirsiniz, biz indiyəcən təəccüblənirdik, ona qulaq kim asır? Biz təəccüblənirdik, ona hələ qulaq asan da var. Yəni belə adamlara. Ona qulaq asır, xavariclər azal. Etiraf eləmək lazımdır ki, o Rus demişkən Lübümçikidir. Məsələn, kimlərin hansı firqələrin yəni sevimlisidir. Xavariclərin də bir hissəsinin sevimlisidir o. Nə üçün? Hərdən onlara uyğun danışır. Onları sevindirmək üçün.
Olmaz elə. Yəni aydın olmaq lazımdır, artistlik olmaq lazımdır. Burada belə demək, burada belə demək. Açıq, aydın, öz mövqeyini bildiyinə, nəinki o, ümumiyyətlə hamısını. Həmçinin mövzu açılmışkən, həmin şəxs iddia edir ki, 20 il bundan öncə tələbələr onun valideyni təhqir ediblər. Nəsə kağız və ya məqalə paylaşıblar, lakin o kağızı heç kimə göstərmir. Amma şübhə atmağına davam edir ki, məni təhqir edib və valideyni təhqir ediblər. Bu barədə nə deyə bilərsiniz? Hər şey yazıb 20 il, 2005-ci ildə özdə. Düz o məqalə barədə, bəli, yadıma gəlir. O məqalə bir ərəblə, burada yaşayan ərəblə onun arasında olan məsələ idi. Ümumiyyətlə, iki nəfərin olan arasında məsələni lazımdır çıxartmaq. Özü də dünyavi məsələdir. Dini olsaydı, düzgün deyil. Məsələn, mən eşmə kiməsə nəsə deyib. Yəni, dünyavi məsələdə. Dini məsələ hamımıza aiddir. Amma dünyavi məsələ hamımıza aid deyil. İki nəfərin arasında olan məsələdir. O yazıb ona, o yazıb. Bizim xəbərimiz yoxdur. Hətta o Yaşar qardaşa bir neçə gündə baxdım ki, o məqalə nə deyir? Deyir ki, bir daha məqalə var səndə. Deyir, məndə yoxdur o məqalə. Təsəvvür bizdə yoxdur. O saxlayır, onda var. Çünki o yayırdı onu. Özü yayırdı. Özü yayırdı. Məscid hamı şahiddir buna. Özü yayırdı. Bizim xəbərimiz yox idi ondan. Sonra bir yayanda vərəqlə belə gəzirdi məsciddə. Hamısını yayırdı. O sadəcə, o ərəb buna yazıb ki, yəni sən orada kimsə anası və s. qəsd olunur. O adam qəsd olunur ki, sən yəni belə adamsan. O başqa məsələdir. Orada anadan söhbət gəlmir. Düzdür, sadəcə məqalə adı hələdir. Amma başqa məqsəddir. Ümumiyyətlə, belə şey qaldırmaq düzgün deyil, səhvdir. Ümumiyyətlə, hətta düşmənin olsa olmaz kiminsə valideynə toxunmaq. Sözün varsa özündən danış. Amma valideynə toxunmaq, ailəsinə toxunmaq, o yaxşı əlamət deyil. Yaxşı deyil o. Yaxşı deyil, düzgün də deyil. Nəsə bir aidiyyatı var, çünki sizsiniz. Danışır, o adam bilirsiniz, o adam biraz belə, nə deyim ona, psixoloji deyil, nədirsə. O adam elə o vaxtdan deyir ki, onu öldürmək istəyirlər, özləri qamət öldürür demək istəyir. Bu adamdan nə gözləyirsən? Yəni adam zənnidir, zənnlə yaşayandır, şübhələrin hamısından. Allah şəfa versin, nə deyək? Allah şəfa versin.